Salam əziz şagirdlər, bərabərsizliyə aid belə bir sualın həllinə baxırıq. Bir çox tələbənin səhv etdiyi misallardandır. Diqqətlə baxın. Sol tərəfi olduğu kimi saxlayaq hələ ki. Kök altında 7 çıxılsın 3, vurulsun x çıxılsın 4, böyük bərabərdir. Kök altında 28-i sadələşdirsək, 28 nə deməkdir? Kök altında 4 vurulsun 7. 4-dən nə çıxar? 2. 2 kök altında 7 qalar deməli. İndi sol tərəf yenə olduğu kimi qalsın. Böyük bərabərdir. 6 və 2-dən 2-ni ortaq vuruq kimi çıxarda bilərik. Lakin 2-ni ortaq vuruq kimi çıxarsaq, mötərizənin içərisində 3 çıxılsın kök altında 7 qalacaq. Amma bizə lazımdır ki, kök altında 7 çıxılsın 3 qalsın. Ona görə 2-ni yox, mənfi 2-ni ortaq vuruq kimi çıxardarıq. Deməli, mənfi 2 kök altında 7 çıxılsın 3 edər. Gəlin baxaq, mənfi 2-ni kök altında 7-yə vuranda mənfi 2 kök altında 7. Deməli, mənfi 2-ni də mənfi 3-ə vuranda 6. Deməli, düz həll eləmişik. İndi isə bir çox şagird götürür bunları birbaşa ixtisar aparır. Bərabərsizliyin işarəsində dəyişmir. Bunun üçün səhv cavab alır. Siz birbaşa ixtisar apara bilmərsiniz. Birinci bunun mənfi və ya müsbət olmasını araşdırmalısınız. Gəlin baxaq, mənfi ədəddir, yoxsa müsbət ədəddir. Kök altında 7 çıxılsın 3 nə deməkdir? 3 kök altında 9 deməkdir. Deməli, kök altında 7-dən kök altında 9 çıxanda mənfi bir ədəd alınır. Deməli, bu mənfi ədəd imiş. Biz də bilirik ki, bərabərsizliyi mənfi ədədə böləndə işarəsi dəyişir. Yəni, ixtisar aparsaq mənfiyə. X çıxılsın 4 kiçik bərabərdir mənfi 2 olar. Bərabərsizliyin işarəsi əksinə dəyişir. O da x kiçik bərabərdir mənfi 2 üstə gəlsin 4. Mənfi 2-nin də üstünə 4 gələndə 2 eləyər cavab. Deməli, mənfi sonsuzluq 2. A bəndi.